Hamıya salam dostlar, mən Fərman. Bugün Minecraft World in Aja seriyasına qaldığımız yerdən davam edirik. Oyuna başladıq. Keçən dəfədən nələr eləmişdik tam yadımda deyil amma təqribən baxıb yadımıza düşəcək. Yerin altına biraz enmişdik, yadımıza düşür orada nə qədər daş yığdıq. Buranı da işarələmişəm belə. Ağaclar əkmişdik, indi onlar da yəqin ki bitəcək. Dəmir qoymuşduq pişməyə. Sonra bu boşdu. Bir dəqiqə qoy. Kodunu da aldım. Bu da belə. Qızılımız var idi aşağıda. Toxumlar, qarpız, bal qabağı, bir də sadə. Özümüzə yemək hazırlamalıyıq. Ona görə də bir dənə dırmığa ehtiyacımız var amma ağacımız yoxdur deyən, hə? Var ağac. Belə. İndi mən suyumuz var. Gələk birinci suyu düzəldim. Sonsuz su deyilən şey eləyəcəm. Yəqin ki siz də bilirsiniz bunu. Bunun üçün bizə vedrə lazımdır. Vedrəni düzəldək. Bunu sonsuz uymuş elə. Onda ona ehtiyac yoxdur. Onda belə eləyək. Bunu götürək. Belə buradan ancaq buranı da qazım belə. Yox, belə olmaz. Bunu belə. Axşam da düşür. Burada belə. Doldu bu polunu, hə. İndi bunun yan tərəflərini şumlamaq lazımdır. Belə. Belə. Toxumları götürüm. Haradaydı? Burada. Belə. Nə toxumu? Bura qoyum. Birinci bunları əkim. Əsas bunlardır. Çünki yeməyə görə bunlar lazım olacaq. Qarpız. İndi birini bura əksəm. Birini də bura əksəm. Belə bitər. Çünki qarpızın əkmək üçün elə bir başqa cür əkirlər. O da tam yadımda deyil. Başqa nə var idi? Dəmir. Hə, dəmirdən qılınc düzəldək. Düzəldək, yoxsa belə ki bu belə eləyim. Dəmir qılınc hələ lazım deyil. Belə hələ ki daş qılıncla da hərəkət eləyə bilərik. Bunu bura qoyaq. Sandıq. Daş qoy. Buğdadan yemək düzəldim. Çörək daha doğrusu. Sonra nə edəcəyik? Bunu bura qoyum. Toxumları qoyaq. Bu gülü qoy. Bu daşı qoy. Torpağı qoy. Vedrəni də qoy. Ayda dəmir qazman var imiş. Eybi yox da, biri qutarandan sonra düzəldərik. Mən də durub dəmir qazmam ola. Gör nə elədim. İndi biz o biri
bankalara getməyə başlayaq görək. Yataq duraq görək səhər deyirik də. Haydi bunları qazaq. Biz getməliyik o tərəfə. Bizim də daş varımızdır. Burada biraz ehtiyatlı olmaq lazım. Hayda düşdüm. Yenidən doğ. Eyb yox. Bu da belə. Bunu götürək. Bunu götürək. Burada düşməmək üçün belə bir şey var idi. Cami rule inventory true yetkiniz yox deyir. Onda bir belə eləsək. Hilələrə izin ver. Belə. Role. Çünki bu ne edirəm? Bu lazım olacaq bizə. Bundan yoxsa çox şey itirərik biz. Keep inventory. Yəqin nəsə səhv yazmışıq. O bir də yoxlayım. Camero. Belə. Hə dostlar, videonu dayandırmalı oldum. Kod deyirdi. Camero rule. Şimdi ondan biz neyi yazıyıq? Bu daşlarla bazara bilməyəcəyik. Belə atça. Onda bunu tullayım buraya. Çünki tez-tez əlimizdən gedə bilər. Bunu bura qoyum da bu da getsə heç nəyimiz qalmır. Düz gedirikmi? Onda biraz dönməliyik qabaqda. Birinci ora gedəcəyik. Buradan da biraz daha diqqətli olmaq lazımdır. Az qalıb. Çatacağıq. Bu da belə. Heyvanların səsi gəlir ucu. Çatmışıq. Indi biraz İndi eləyəcəyik. Buradan onda belə. Neyini onda? Buradan.
Su var ya burada. Onu atsam su da töküləcək. Başka bir şey fikirləşməliyik. Ha, daş qurtardı. Gedək evdən daş götürək. Ha, biraz daş yığaq. Bunlar bitməyib hələ. Ha, bunlardan. Bu nədir burada? Ha. Şimdi bu daşların hamısını yığaq. Bizə çoxlu daş lazımdır. Çünki yolları düzəltməyə çox daş lazımdır. Kömürlərə hələ ki dəymirəm. Bəs eləyər bizə. 54'ü bəsdir. İndi çıxaq yuxarı. Yuxarı. Hardadır? Biz hardan gəlmişdik ya? Burada. Aa, buradan yıkılmıştı ev. Onda buraları qıraq geçsin. Bizə çünki lazım değil. Su bizə lazımdır bu dəqiqə. Suyun içində nə var ki? Heç bir şey. Bizə əsas digər yerlərə getmək. Digər bankalara, daha doğrusu. Hə, indi bura mən düşsəm çıxa biləcəm yoxsa yox? Bunlar nə edirlər? Bunları öldürüm yoxsa yox? Hələ ki öldürmək istəmirəm. Balacalarda lazımlı bir şey görsənmirəm. Bunların dibində nə var? Heç nə. Bunların dibini qazım. Daşı buradan götürəcəm. Deşik hardaydı? Burada. Belə bir şey yoxlasaq. Gəl o tərəfə sən. Digərlərinə getməyə belə ehtiyacımız var bizim. Toyuq var orada. Qoyundur. Belə nəsə deyim, lazımlı bir şey kimi görsənmirlər. Qaydaq yaxşısı evə. Bu bankaları lazım olsa sonradan həll eləyərik. Əsas digər bankalardır.
İkinci hədəfimiz hansı olmalıdır? Yuxarıdakı. Gələn oraya indi gedə bilərik. Qoy yatım durum. Ora. Getməliyik. Yuxarı nətər çıxaq? Ora 29 dənə bəs eləyəcək. Hə, buradan da biraz da çox diqqətli olmaq lazımdır, çünki həm dəmir qazma yanımızdadır. Ay, bir də diqqətli olmaq dedim, düşdüm aşağı. Bu da belə getdi. Nəyimiz var? Heç nə. Bunları götür. İndi bu yuxarı mən necə çıxım? Mən gələk nərdivan düzəldərdim. Bu ağaçlar niyə bitmir? Neçə gündür gözləyirəm. Sümük var məndə. Sümük yoxdur. Sümük yoxdur. Kömür var. Bunlar bitdi, hər şey bitdi, bu ağaçlar bitmədi. Bəs mən nərdivanı nə düzəldim? Bu bəs eləməyəcək. Biraz onda torpaq yığaq. Satmışdıq, az qalmışdı. Da bura kimi gəlib buradan ora düşməsə yaxşıdır. İndi nə var burada? Heç nə yoxdur axı burada. Mən yalandan gəldim bura. Bəlkə altında nəsə var. Bunları yığaram.
Lazım olsa da əkərik. Ben dibine düşüm görüm bunun ne var. Neyse var altta. Hiç ne yoktu. Kömür. Dəmir zat tapacağıq o heç. Ama yani farklı bir şey gözləyirdim. Düşək buradan qırağa, gedək evə. Videonu da bitirək. Hə. Belə ölmədik. Aha. Bunlar nə qədər bitib? Qarpız az da olsa bitib. Ağaçlar yenə dirəşib ki bitməyəcək. Buranı bağlayayım. Burada bağlamağa ehtiyac yoxdur. Indi bizə qaldı ancaq ağacların bitməyini gözləmək. O da yəqin ki gələn bölümdə olacaq. İzlədiyiniz üçün təşəkkür edirəm hamınıza. Özünüzə yaxşı baxın. Sağ olun.